Bir ay fürsətimiz var, onu da yatmaqla keçirdirik. Ya insan yatmaqla keçirdir, ya insan oturur bütün günü fikirləşir, görürsən axşam harda iftar eləyim, kimisə boynuna iftar qoymaqla, ya da axşam iftara biraz 2 saat qalmış marketi gezir, onu alır, bunu alır, onu alır, bunu alır ki, elə bilir hamısını yiyəcək axşam. Nə qədər yiyəcəksən ki? İftar gəldi, adam biraz yer doyur da, amma səhərdən axşam üçün o yeməyi fikirləşməyə dəyər, 15 saat fikirləşəcəm ki, nə yiyəcəm? Evdə də 100 dənə tapşırıq verəsən ki, onu hazırla, bunu hazırla. Xanımları da məsələn mənəvi məsələlərdən biraz uzaqlaşdırmaq. O da bütün gün otursun, yemək pişirsin, onu hazırlasın, bunu hazırlasın. Bunun üçün yaranmamışıq ki. Bəli, yuxu ibadətdir. Yatsız da əcri mükafatı var. Amma minimum ibadətdir. İnanın mənim bu sözümə. Orucluqda sizə minimum mükafat ki veriləcək, ən az mükafat odur ki, yatırsan, yatanda Allah deyir, yatmısan, eybi yoxdur. Oruc ağzından yatmısan.